Rusiya və Ermənistan arasında yüksək səviyyəli dialoqda Tramp yolu Zəngəzur dəhlizi məsələsi müzakirə olunur. Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Koprykin bildirib. Əlbəttə, bu məsələ yüksək səviyyəli dialoq çərçivəsində qaldırılır. Elə bir mövzudur ki, bu qaldırılmaya bilməz. Ermənistan rəhbərliyinin bu məsələnin yalnız Amerika Birləşmiş Ştatları ilə müzakirə olunduğu barədə bəyanatlarını xatırlatmaq istərdim. Amma bu mövzu vacibdir və əlbəttə bizim yüksək səviyyəli dialoqumuzda da öz əksini tapmaya bilməz. Rusiyalı diplomat vurğulayıb. Koprykin həmçinin qeyd edib ki, Moskvanın müxtəlif siyasi səviyyələrdə səslənən fundamental mövqeyi regionda real sülhə, vəziyyətin sabitləşməsi və çiçəklənməyə aparan istənilən addımı dəstəkləməkdir. Tramp yolu adlanan marşruta gəlincə, əməliyyat detalları və mexanizmləri haqqında daha konkret məlumat gözləyirik. Əvvəlcə bunun konkret olaraq nə olduğunu anlamalıyıq, səfir əlavə edib. Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Bu, oktyabrın 9-da düşənbədə MDB samitində baş tutan söhbətdən sonra olub. Məlumatda deyilir. Əliyev və Putin beynəlxalq və regional vəziyyəti, eləcə də regional əməkdaşlığın bir sıra aspektlərini müzakirə ediblər. Kremlin açıqlamasına görə dövlət başçıları müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər. Telefon danışığı zamanı Rusiya prezidenti ilə Azərbaycanlı həmkarı da ticari-iqtisadi əlaqələrin və müxtəlif sahələrdə birgə layihələrin daha da inkişaf etdirilməsinə sadiq olduqlarını təsdiqləyiblər. İki tərəfli gündəliyin bir sıra aktual məsələləri müzakirə olunub, məlumatda qeyd edilir.